Hər kəs ticarətçidir. Hər kəs. Biri özünə hörmət alıb satır, biri vicdanını satır, biri şəxsiyyətini satır, biri hörmətini satır, biri elmini satır. Hər kəs ticarət edir. Sadəcə Allaha satan var, şeytana satan var. Alanlar fərqlidir, amma insan satır. Mənəviyyatını sata bilir insan, axirətini sata bilir insan, aqibətini sata bilir insan. Ya dünyasını sata bilir, aqibət əldə edir, axirət əldə edir. Hər halda insan satır, ticarətçidir. Bəzən insan dindən istifadə edir, özünə hörmət qazansın. Bəzi insanlar amma var. Öz hörmətindən, şöhrətindən, abrından keçirlər, satırlar ki, din ucalsın. Fərqlidir. Biri dini satır, özünə hörmət qazansın. Biri öz şəxsi hörmətini, abrını satır, din ucalsın deyə.